31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il ərəfəsində Vətən naminə şəhid ailələrinə dəstək İctimai Birliyi və Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şəhid övladları və psixoloji, eşitmə və nitq qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub. Şənlik vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqə sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bu günləri biz həmişəkindən fərqli olaraq Vətən naminə şəhid ailəsi olaraq dedik ki, autizm xəstəsi olan uşaqlarımız üçün biz hamımız bir yerdəyik, bir ailəyik deyib onların yanında olmaq istədik. İstədim ki, şəhid ailələrinin uşaqları və bu uşaqlar hamısı bir-birinə qarışsınlar. Bilsinlər ki, biz onları heç birindən ayırmırıq və daim onların yanındayıq. Şənlikdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid övladları və ailələri, Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib. Bugün ilk dəfə olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il tədbiri, yeni il şənliyi hazırlamışıq və autizm, Down sindromu, serebral iflic uşaqların bugün sosiallaşması, digər uşaqlarla adaptasiya olması üçün biz əlimizdən gələni edirik. Qeyd etmək istəyirik ki, belə tədbirlərin tez-tez keçirilməsi uşaqlar üçün daha keyfiyyətlidir. Çünki onların buna ehtiyacı var. Biz onlara dəstək olmaq üçün əlimizdən gələni edirik. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərin xalqımıza yaşatdığı əvəz edilməz sevinç və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib. Down sindromlu və şəhid uşaqlarına hazırladığı bu tədbirə görə və dövlətimizə hamısına təşəkkürümü bildirirəm. Bizi yaddan çıxarmadıqlarına görə sağ olsunlar. Bu uşaqları sevindirmək əlbəttə ki, biz üçün çox belə sevindirici bir haldır. Yəni ki, uşaqların sevinci bizim də sevincimizdir. Ona görə çox təşəkkür edirik. Sonra Yeni il bayramının ənənəvi personajları Şaxtabba, Qarqız, Klon və müxtəlif cizgi filmlərinin qəhrəmanları şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıblar. Mənim ən sevdiyim bayramlardan biri də Yeni il bayramıdır. Təbii ki, bütün bayramları sevirəm, amma ən sevdiyim Yeni il bayramıdır. Çünki orada bizim Yeni ilin simvolu olan bizim əziz Şaxtababamız var və bir il boyunca biz onun yolunu gözləmişik və indi də onunla görüşəcəyik. Buna görə də mən çox şadam. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Yeni il şənliyini uşaqlar üçün unudulmaz və yadda qalan günlərdən birinə çevirmək idi. Vilayət Əkbər Elçin Əsəd, Qafqaz TV üçün.